Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbasiyətdə, yəni 3-cü mikrorayonda 5 mərtəbəli binanın 5-ci mərtəbəsində konkret 3 otaqlı, bax qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda mən sizə mətbəxini göstərirəm. Gördüyünüz kimi böyükdür. Mətbəx mebeli evdə qalır. Bax burada gördüyünüz bu divar deməli vaxtilə bura açıq tipli olub. Hal-hazırda mətbəxə birləşdirilib. Onu da deyim ki, kombi sistemidir. Yəqin görmək mümkündür. 1980-ci ildə tikilmiş binadır. Bu deməkdir ki, yəni bax bu mənzil eyni zamanda binanın özündə olan mənzillər hər biri ipoteka yararlıdır. Bəzi yerlər göstərilməyib, ancaq bunun konkretini çıxarışda mən baxdım. 68,2 kvadrat metrdir. İndi isə mən sizə hamamını göstərirəm. Bax hamamı bu cürdür, orta təmirlidir. Yenidən hamamını sizə göstərirəm. 1,5 tonluq su bak var. Bura isə bax bu zonadır. Hal-hazırda siz qapıdan giriş hissəsini görürsünüz. Gördüyünüz kimi qapısı dəmirdir. Dediyim kimi 5 mərtəbəli binanın 5-ci mərtəbəsidir. Polları möhkəm materialdır. Bax burada bu cür materialdır. Ha, yenidən mən otaqlardan birini göstərəm. Bax pərdənin arxasında balkonu var. Açıq tiplidir. İndi isə deməli mən sizə ikinci otağı göstərirəm. Bax belə bir konkret 3 otaqlı orta təmirli mənzilin qiyməti mənə deyilənə görə 75 mindir. Ancaq razılaşma olduğu haqqında məlumat verə bilərəm. İndi isə yenidən deməli otaqların, yəni bax necə yerləşməni sizə göstərirəm. Onu göstərirəm ki, yəni iç-içə otaq yoxdur. İndi isə 3-cü otağa keçirim. Deməli bu harada yerləşir? 19 nömrəli orta məktəbin aşağı tərəfi. Bax bura ən böyük otaqdır. Gördüyünüz kimi qarşıda həmin bax açıq tipli deməli balkonu birləşdirilib bu otağa. Bax belə bir deməli konkret 3 otaqlı mənzilin qiyməti 75 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 3-cü mikrorayonda yerləşir. Bax bu harada yerləşir? Onu da deyə bilərəm ki, bax bu cür dedim. İndi sizə deməli Babək servisin arxası demək mümkündür. O qədər də yox. Ən çox bax bu Abbasiyət adlı xəstəxanandan sonra deməli poliklinikadır. Poliklinikadan sonra bax terapiya aid nəsə bax elə bir böyük bir deməli orada pomişeni var. Bax həmin pomişeni yaxın bir ərazidir. 5 nömrəli marşrut təxminən 50-60 metrliyindən keçir. 19 nömrəli orta məktəb dediyim kimi yaxın bir ərazidə yerləşir. Yenidən qapıdan giriş hissəsini göstərirəm. Bax belə orta təmirlidir. Qiyməti 75 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax bu ərazi deməli bax yenidən mətbəxini sizə göstərirəm. Onu göstərirəm ki, həqiqətən böyükdür. Onda demək mümkündür ki, bax bu gördüyünüz koridor, yəni burada böyükdür, hardasa 2 metrə yaxındır. Bax belə sizlərə uğurlar.